Hamınıza salam dostlar. Təəssüf edirəm ki, yaxşısınız. Bugün sizlərlə birlikdə gördüyünüz kimi bir də FC videosu ilə qarşınızdayım. FC Mobile FIFA yəni videosu ilə qarşınızdayım. Bugün deyirdim indi Koza Free Fire videosu çəkeyim. Və sonra da gördüm ki dostlar, Free Fire bilirsiniz nədir? Gördüyünüz kimi baxın dostlar, internetim 3 Wi-Fi-də, Wi-Fi-ın baxın ağdır da, ağappaq. Mən hələ yan otaqdayım, Wi-Fi belə deyil. Mən əsl otağa gəlsəm, internetin orada tutacaqsam, ağappaq olacaq internet. Hələ də baxın tutur da. Free Fire girirəm, Free Fire ağ atası, rapor göndər falan filan. Getdim, internet asıl orada otağa, orada Wi-Fi ağappaq tam işləyir. Sonra getdim təzən girdim oyuna, Free Fire gördüm. Hələ də oyun şeylər dostlar, bugdadır. Yəni baga girib, bilmirəm, açılmır deyir, ağ hatası falan filan, rapor göndər dedi, göndərdim, hələ də almadı falan filan. Mən də dedim ki, Free Fire videosunu onda birazdan çəkirəm, 1-2 saata gün olur, nə bilim 4-də, nə bilim 15-40-da, 15-30-da falan filan. 4'ün yarısı, 4'dü belə gün orta çəkəcəm. İndi mən FC videosu çəkib atacağım. Bugün bax bir gün ortada bundan 5 saatdan sonra Free Fire videosu. Yəni bugün 2 video gələcək. Sizə artıq ekstra bu videodur. Ekstra videom Free Fire videosudur. Nəysə, bu videomuzda dostlar FIFA hesabımı tanıtacağım sizə. Gəlin keçdik hesabımıza. Yəni belədir hesab. Yəni sizə hər şey göstərim. Bəli, belə. Deməli, belə 120 hazardımız var. Bunun əsilgən 117-dir. Mən bunu 3 dəfə çoxaldıb 120 eləmişəm. Başqa Karim Benzema var. Bu əsilgən 116-dır. 3 dəfə çoxaldıb 119 eləmişəm. Başqa belə Drogba var. 117-lik əsilgəni 120 eləmişəm. Və dostlar, bunun power şutunu görsəniz, siz heyvan kimi vurur da. Sonra mənim tutduğum komanda PSG-nin sağ qanatı olan Desire Doué var. Əslən 114-dən mən bunu elə fullləmişəm. FC-dən max 5 dəfə fullləməyə çoxaltmaq olur və mən bunu 5 dəfə çoxaldıb 119 elədim. Yəni Desire Doué-miz full və sağ çox güclüdür də, çox yaxşı kartdır bu Doué kartı. Yəni mənim heç dostlar başa düşəcəyiniz seçib gördüyünüz kimi santrafora hücuma ehtiyacım yoxdur. Orta saham da çox zordur. Belə Kultumuz var. Əsilgeni 115-də 119 eləmişəm və Declan Rice'ımız var. Əsilgeni 115-də bu da elə 4 dəfə çoxaldıb 119 eləmişəm. Sonra Mendy var. Bunun əsilgeni 116-dır. Normal geni. Mən bunu 3 dəfə çoxaldıb 119 eləmişəm. Sonra Araujomuz var. Araujo. Barcelona müdafiəsidir. Əsilgeni 114-dür. 4 dəfə çoxaldıb eləmişəm. 118 eləmişəm. Sonra oyunun ən yaxşı stoperi, dünyanın da ən yaxşı stoperi də dünyanın Maldini və oyunun da ən yaxşı, oyununa FC'nin ən yaxşı stoperi Maldini. Əsilgən 117-dir və mən bunu 3 dəfə çoxaldıb 120 eləmişəm. Oyunun ən güclü şeyi də bu. Dostlar, bildiyiniz stoperidir. Sonra 118 White'ımız var. Bunun da əsilgən 114'dür. 4 dəfə çoxaldıb 118 eləmişəm və qapıcımız da Yaşın Bonodur. Əsilgən 115, 3 dəfə çoxaldıb 118 eləmişəm. Başa düşəcəyiniz dostlar, mənim kadroda heç bir şey, bircə dənə bir şeyə gərəyim də yoxdur. Hər şeyim bomba kimidir. Əsasda müdafiənin hücum çox zordur. Ortada. Yəni başa düşürsünüz, hər şey mənim bomba kimi deyə lazımdır. 120 genəm mən. Sonra gələk nə bilim belə şey bunları göstərim sizə. Nəysə baxın belə bunları almışam belə. Və göstərim sizə dostlar. Yediklərimizi də göstəreyim. Amma mən o yedikləri istifadə falan filan eləmirəm zat. Nəysə. Bunlar mənim old dediklərim idi. İndi göstərirəm old yedik. Hələ dostlar, mən bu kanalımda işləyən FC videomda var idi. Bu oyuncular baxın. Bu kanalın ilk videosuna baxanlar bu Tahavini tanıya bilər. Mən bu kanalın ilk FC FIFA videosu eləmişdim. Mən də İlham kimsənin vs atmışdım. Həmin oyunda 1-1 qalmışdı mənim uşaqla. O son dəqiqə qolu sondan atım 1-1 eləmişdim. Mən də qolu baxın bu atmışdı. Bu Tahavini atmışdı. Nəysə, baxın elə bu atmışdı Tuhavin. Yəni bu mənim old kartımda o vaxta görə dəhşət güclüydü. Amma indi təbii ki də güclü deyil. Başqa bir Osimhen'imiz var belə, Chevalier, Bellingham. Bu Nuno Mendes də həmin o video olan bilər. 110'dur Nuno Mendes. Bunun əsilgən 116 idi. Mən bunu bəli çoxaldıb bu hala gətirmişəm.
Həmin o videoda bir də qapıçını da oldu da bilər. Həmin o video bu qapıçının da var idi mənim. Başqa deyəsə həmin o videoda da baxın Beckham'ın var idi. Bax həmin o videonun kadrosu baxın var məndə. Deyəsən həmin o videonun kadrosu baxın buydu. Bəli, bəli. Hə, baxın dostlar, həmin o videonu oynadığım kadro buydu deyəsən. Bilməm, bu olmaya da bilər. Həmin o videoya gedin baxın, siz yəqin görəsiniz. İnternet biraz pis tutur. Ben zala gəlim. Hə. Həmin o videonun kadrosu bu da ola bilər, belə kadro. Ya bir də bu da ola bilər, bu da ola bilər. Amma məncə, məncə amma bu deyil, bilmirəm. Bu da ola bilər. Həmin o videoya gedin baxın istəyirsiniz, orada görərsiniz hesabımın yerini. Amma deyəsən bu deyil idi dostlar. Həmin videonun kadrosu deyəsən baxın buydu. Həmin videoda mən bu kadro oynayırdım. Və indiki kadromuz da budur. Və dostlar, bir dənə buna baxın. Mənim nə qədər duya kartım var. Bir 119-luq duya. Başqa 107-lik bu duya. Bunu almaq üçün bu duya nə 107-lik. Canım sıxmışdı o vaxt. Və bir dənə də var 102-lik. Bəli, indi göstərəcəyim. Baxın bu. Bu duya. M adlanacaq bu. Bu Hazardım da var. Bir Hazardım budur. Kahramanlar da bu. Nəysə buna belədir və gələk hesabımızın tarixinə baxaq. Baxaq gör neçə ildir hesabımız, ay, gün falan filan var. Həmin o videodandır durur o hesabım FC videosu. Əgər bilmirsinizsə FC videomu gedin yazın. Kaos FF yazdıqdan sonra onun yanına ya istəyirsiniz axtarın ya da gedin altlara yazın FC videosu falan filan gələcək. Bir dəqiqə, mən bir dəqiqə oradan baxırdıq hesabımın şeyini falan filan neçə ayda oluşturulub. Neçə idi belə. Var idi burada bir yer oyun gətirmişdi, yadımdan çıxıb bir dəqiqə. Ay bilə, deyəsən oyunu çıxardı be. Ay bilə, hə, çıxarıbdı. Bilə, kəş göstərərdim sizə bir dəqiqə. Bu kim bala? Həkku, Mateus Cunha. Bilə maçımda United oynuyor, Manchester United'da. Başqa ay bilə yox dediysən gedibdi. Bir dəqiqə. Tamam, ekstra bəlkə buydu, yox bu da deyildi, bu da deyil, hə bilirdim. Nəysə dostlar, tapamadım mən onu. Amma dostlar, bax onu deyirəm, bu hesabına vaxt yaratmışam. Ya bax Quran haqqı yalan deyirəmsə də nə dersin? Bu mən hesabına vaxt yaratma tarixinə baxanda mən tarixinə baxanda baxın PSG Inter oyunundan 3 gün əvvəl, yəni o oyun 31 mayda olmuşdu. Onun 3 gün əvvəl baxın bu hesabım mənim mayın 28-i yaranıb, mayın 28-i. İndi də 20 apreldir. Aprelin 20-si hesabımızın 1 illik olmağına 1 ay 18 gündən sonra, yox, 8 gündən sonra, yəni başa düşün 48 gündən sonra hesabımızın 1 illik yaşı olur, 1 yaşı olur hesabımızın. Arkadaşlıq atmaq istəyən ata bilər. Adım da çox asandır. Azad alt xət 34 yazıb ata bilərsiniz. Gəl sizə profillərimi də göstərim, sağollaşıq da. Bu Aqua Inferno etkinliyi, bu da eski etkinliyidir bu. Bu etkinlikdə 106'lıq kartlar falan filan var idi. Başqa formalarımız çoxdur, bunlardır. Forma çoxdur vecimə deyil, bunu başım bıraq. Görünüşdə belə, bunlar da görünüşün də başım bıraq, bu da heç önemli deyil. İfadələr bunlardır, bununla başım bıraq. Toplarımız da ki, bunlardır. Aqua topunu eləmişim və yəni profillərimizi göstərək. Profillər, mən FC'yə profillərimdə Free Fire vecimə almıram. Free Fire kimdir vecdanım? Bundan biraz önemlidir. Free Fire çox dəyişim almır vecinə profil. Çalışacağım inşallah Free Fire aslarıya bir gün Free Fire videosu atmaq istəyirəm. Çünki başqa baxın içinə dolu profil var ya profilimiz. Nə bilim, keçən profillərdə var. Keçən profillərini gəlsə mən göstərim. Keçən ilin profilləri də. Ya bunlar deyil keçən ilin profilləri özə olsa. Yəni elə bilərsiniz bunlar keçən ilin bunlar deyil. İndi göstərim keçən ilin. Bax məsələn bu Kapitan Iniesta Kolbandı. Bu keçən bu kapitanlar keçən il Ragnarok, bu keçən il bunlar bu keçən baxın Aqua Inferno bu ikisi
Hə, bu ikisi. Mən bunu seçmişdim və bu da qazanmışdı bəxtimdən. Aqua Inferno. Ya bu TOTS oldular bilər. Mənə bu TOTS 2025 Cookşancan adamlar bilsin ki, biz o vaxtdan falan filan oynayırıq. Nəysə, belə. Nəysə dostlar, bu günlük FC videomuz bura qədərdir. Sağ olun, özünüzə yaxşı baxın. Sonrakı videolarda görüşənədək.